Kızım bir zəng vurub Fyodor Stepaniş'i çağırmanmış. Çağırırım. Bu sensən Fyodor Stepaniç? Bəli, mənəm həkim. Necə bilirsən Fyodor Stepaniç? Belə bir gündə, belə zamanda 17-18 yaşında kızın qəm yeməyə haqqı varmı? İndi düzü bu vəziyyətə baxın. Əgər imtahandan kesilibsə, 2 alıbsa, onda biraz kədərlənə bilər, ancaq gerək cəld kitablardan yapışsın. Eğer kitaplar yanındadırsa, O zaman kədərlənməsin. Onun gələcəyi var. O ki qaldı bizə, biz daha yola axıra vurmuşuq. Düz değil. Bizim akşam məktəbində yaşlı adam çoxdur. Mənə bax, həkim, heç eşitmisən telefonçu özü söhbətə qarışsın. ağlamasan sözdürsə qoy desin. Siz təhsilinizi artıra bilərsiniz. Təcrübəsi olan adamlar nəzəriyyəni asan qavrayır. Axı ay kızım, o təzə maşınlar hakkında neyinki kitap, hiç təlimat yoktur. Mən sizin üçün nə lazımdırsa taparım. Bu da bizim səmanə gənciləri. Ona məsləhət vermək istəyirsən, amma o sənə ağıl öyrədir. Qızım, bəs sənin adın nədir? Mənə belə gəlir ki, bu qəşəng kızın adı Mehribandır. Adı da Mehribandır, özü də. Ha, gerek kolumuzu çırmayak Fyodor Stepanich.